Elmira adlı xanım izləyicimiz yazır ki, mən hər gün sosial şəbəkələrdə baxıram və öz həyatımla başqalarının həyatını müqayisə edirəm. Hamı xoşbəxt görünür, bir mən geri qalmışam kimi hiss edirəm. Bu hiss məni çox yorur, amma çıxa da bilmirəm. Az öncə biz kadr arxasında danışdığımız o Müqayisə. süni abardılmış xoşbəxtlik görüntüləri var sosial şəbəkələrdə. Bu kimi xanımların artıq Sosial şəbəkələr həm bizim üçün xeyirlidir, həm də ziyanlıdır. Axır hansı tərəfdən baxırıq? Orada nələr görürük? Sosial şəbəkəni hansı yöndə istifadə edirik? Bəli. Nələrsə öyrənmək üçün, özümüzü inkişaf etdirmək üçün, daha yaxşı yaşamaq üçün. Daha yaxşı yaşamaq deyəndə burada o demək deyil ki, hamı dörd dörtlük yaşamalıdır. Daha yaxşı yaşamaq beynən, zehnən, ruhən rahat olmaqda yaxşı yaşamaq deməkdir. Ola bilər bugün hər şeyin var və o sosial şəbəkələrdə gördükləriniz ola bilər müəyyən səviyyəyə çatıblar imkan tərəfdən. İstədiklərini əldə edə bilirlər, alırlar, geyinirlər, gəzirlər. Amma baxın, gəlin gedək görək. Beyin cəhətdən hardadılar? Sakitlik cəhətdən psixoloji rahatlıqları varmı? Ola bilər, görürük, çox mehriban ailədilər, hər gün gəzməkdədirlər. Bəs evə gedəndə necədirlər? Onu görmürük axı. Kamera arxasında hamı maskalanıb, başqadır. Bəs kameradan sonra, bəs o işıqlar sönəndə, hamı öz daxili dünyasına çəkiləndə onda necə olur? Onu bir araşdıra bilirikmi? İmkanınız olsa, sosial şəbəkədə bəyəndiyiniz o ailənin biri ilə bir gün vaxt keçirsəniz, onda görəsən öz həyatınızdakı nələrə şükür edərsiniz, nələr üçün təəssüf keçirərsiniz. Onu edə bilsək və bunu düzgün dəyərləndirməyi bacarsaq, daha yaxşı olur. Deyir, reklamın yaxşısı pisi yoxdur, anti-reklamda daha çox yaxşı gəlir qazandırır. Ən güclü reklam anti-reklamdır. Amma ki, gəlin görək, bir öz həyatımıza dönək. Öz həyatımızdakı uğurları, öz həyatımızdakı gözəllikləri tapaq. Bugün yağışlı bir havadır. Yağış yağır, soyuqdur. Hamı deyir, ay soyuqdur, yağışdır. Yazın ortasında niyə yağış yağsın ki? Niyə belə soyuq olsun ki? Amma düşünmürük ki, indi çıxsaq bu yağışda gəzsək, o torpağın iyi, o otların iyi, bizə necə gözəl, xoş təəssüratlar verər. Bir risk etsək, o ayaqqabımızı çıxarsaq, ayaqyalın o torpağa bassaq, o nəmli torpağa, bütün mənfi enerjilərimiz ora getsə, daha yaxşı köklənsək, necə ola bilər? Baxın, o yağışda da o gözəlliyi görməkdir əsas məsələ. Əsas məsələ o deyil, günlük günəşlik olsun. Bunu bacara bilməkdir. Bunu bacara bilməkdir. Günlük günəşlikdə hamı gülə bilər. Amma bu yağışda gülməkdir əsas məsələ. Xanımıza da bildirmək istəyirəm ki, sosial şəbəkələrə yox, biraz öz həyatınıza fikir verin. Özünüzlə maraqlanın və öz fərqindəliyiniz də olsun. Bunu hansı formada edəsən? Bunu deyərəm ki, ilk olaraq sosial şəbəkədən çox biraz kitab oxumaqla başlaya bilərik. Təəssüf ki, bugün dövrümüzdə daha çox da gənclərimiz kitabdan çox uzaqlaşıblar. Özünə uyğun, ona nələrsə qata biləcək biraz kitablar oxusa, biraz özü ilə baş-başa qalsa və düşünsə, heç olmasa bir yarımca saat tək özü öz başına gəzintiyə çıxsa və düşünsə ki, mən kiməm? Mən bugün nə istəyirəm? Məni nə xoşbəxt edə bilər? Yəni, xoşbəxtlik nədir? İnsanlar bir xoşbəxtlik arayışındadır. Xoşbəxtlik ani bir şeylərdədir. Xoşbəxtlik uzun müddətli davam edən bir şey deyil. Bəli. Anidir. Nəyəsə ani bir zamanda xoşbəxt oluruq və bir müddətdən sonra onun ilk təsiri keçməyə başlayır. Və digər bir xoşbəxtçilik olur. Yəni, biz axtarışa çıxsaq ki, mən xoşbəxt olmaq istəyirəm, mən xoşbəxt olmaq istəyirəm. Axı, bunun üçün neyinirsən? Mən istəyirəm evim olsun. Yaxşı, ev üçün neyinirsən? Otur, bugün bir şey də var. Bir şeyi daha çox fikirləş olacaq. Fikirləşimi? Amma o fikirləşdiyim üçün də bir nəsə etmə çabalamalıyım axı. Yaxşı, mən deyim ki, ən kiçiyindən başlayayım. Elə xanıma deyirəm ki, kitab oxuyun. Mən kitab istəyirəm. Amma onu necə əldə edim? Nəsə bir eləməliyəm də. Bir işləməliyəm, bir heç olmasa 10 manat pul qazanmalıyam, sonra gedib istədiyim o kitabı tapıb almalıyam. Onun verdiyi xoşbəxtlik özü başqa bir şeydir ki, öz zəhmətimlə elədim bunu. Mən bunu bacardım. Eləməklə kifayətlənir heç o zaman, amma bu da Allah
yəni belə bir ifadə var el dilində ki, Allah da deyir səndən də hərəkət, məndən də Bəli, hərəkət. əlbəttə Nəysə ki, nail olmaq üçün ilk növbədə hərəkət İlk etmək, növbədə addım atmaq hərəkət. lazımdır. Bəli. hərəkətsiz istəklər boş bir şeydir, yəni. Təşəkkür edirəm. Deməz.